çəkir. Fəizə məridtu fəhuvə yəşfin. Mən xəstələnəndə, demir ki, o məni xəstələndirəndə o şəfa verir. Deyir ki, mən xəstələnəndə o mənə şəfa verir. İnsan xəstələnəndə özündən görür. Nəsə səhlənkarlıq etdim, günahımdan oldu və s. və s. Sağalan kimi deməli deyil ki, filan dərmanı belə etdim, belə sağaldım, bu falan şey. Bəlkə Rəbbim şəfa verdi, Rəbbim şəfa verdi. Yəni hər şeydə. Ona görə müvəffəq olur insan. Deyir ki, Rəbbim nəsib etdi, Rəbbim öyrətdi, Rəbbim ruziləndirdi. Mən qazandım yox, Rəbbim mənə yetirdi. Bax, bunlar hamısı Allahla olan ədəbdir. Amma itirəndə sən ki, itirdim, günahımdan oldu, mənə görə oldu. Öz problemimə görə düşdüm bu şeyə. Yəni bunu başa düşən insan İyyəkə nə'budu və İyyəkə nəstəin, o İyyəkə nəstəin tərəfini başa düşən insan İyyəkə nə'budunu düzgün yerinə yetirir. Və bunu biləndən sonra İyyəkə nəstəini, ondan sonra deyir ki, Subhanallah, nə qədər Allahın əlindədirsə, Allah verirsə, və innə ilə rabbikəl muntəhə, bütün işlərin sonunda Allaha qayıdacaq. Niyə mən başqası üçün nəsə edim ki? Yəni onun əlində heç nə yoxdur. Mən kimsə üçün danışım, kimsə üçün əməl edim, kimsə üçün belə edim. Yəni onun əlində heç nə yoxdur. Və fissəməy rizqukum və mə tu'adun. Sizə vəz olunan ruzilər göydədir. Təsəvvür et, bütün neymətlər Allahdandır. Onda insan daha ixlası da düzəlir. Şey ki, Subhanallah, əgər belədirsə, bunlar üçün niyə əməl edim, hansısa insan üçün, kimsə üçün. Və artıq niyyəti düzəlir, başlayır yalnız Rəbbi üçün əməl etməyə. Və in min şeyin illə indəhu xəzəinuh. Elə bir şey yoxdur ki, xəzinəsi Allah qatında olmasın. Yəni bu ayə də insanı inir. Onun ki, yəni Allah qatındadırsa artıq mən nə isə cənnət Allahın əlində, nemət Allahın əlində, dünya Allahın əlində, axirət Allahın əlində. Deməli, Allah üçün etmək lazım. Ona görə Peyğəmbərlər deyərdilər ki, bax, Əyyub əleyhissalama bəla üz vermişdi və iki şeyi ortaya qoyur. İki şey. Ki, Rabbi inni məsən yaddur və əntə ərhamur rahim. Deyir ki, ey Rəbbim mənə bəla üz verdi. Bu fəqirlikdir. Öz fəqirliyin, öz möhtaclığını Allahın qabağında izhar etməsidir və sonra kəməl-i təvhid, təvhidin həqiqəti gerçəkləşməsi ki, və sən də ən rəhimlərin ən rəhimlisisən, rəhimlərin ən rəhimlisisən, yəni mənə rəhm et, mənim səndən başqa yardımcım yoxdur. Və həmçinin Yusuf əleyhissalam deyir ki, əntə valiyyi fid dünya vəl-əxirə. Sən dünyada və axirətdə mənim vəlimsən.